Deməli, bu günlərim mən danışandan sonra bu Səidənin haqqında çox gözəl mənə məlumatlar gəldi. Ay Allah, deyin Dünya TV-də onun nə keçmişi var, nə keçmişi. Nə keçmişi, vay 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 vay, Ramiz müəllim, cehiz. Bax, mənim ağzımı açma. Əgər niday boq bir kəlmə məndən danışarsan, deyərsənsə, beləcələm canlı yayım açacağım. Sənin o keçmişində yediyin qələtlərin var. Hamısını ağzımı açıb gözümü yumacağım. Yəni biləsən. Ramiz müəllim, cehizlər. Yəni bilirsən də nə deyirəm. Yəni biləsən ki, mən dedim ki, sənin də keçmişində o qədər səhvlərin var, açıb danışmayım. Sən mənim haqqımda danışsan, mən belə nöqtəsinə, vergülünə qədər hər şey açıb danışacağım. Yəni biləsən. Yazıq kişini tutur verirsənmiş. Az bu. Mən də artıq dəli olmuşam. Yaxşı rək sana, ayıbdır. Yəni, sözüm ondadır ki, bu günlərim çıxıb danışanlar el adam vardılar ki, onların həyatları xarabdır, özlərinin keçmişi xarabdır. Sən kimsən ki, sən məndən danışırsan? Sənin özündən bu günlərimi 2 kəlmə mən danışdım, bəlkə 20 nəfər adamı zəng vurubdur. Sənin hansı ki, o keçmişdə yediyin qələtlərindən danışırlar. Etmə, mən də eləməyim. Sən kimsən məndən danışırsan? Sən mənim həyatımı müzakirə edirsən. Kimsən sən? Sən özün keçmişdə o qədər qələtlər qarışdırmırsan ki. Niyə danışmalısan sən məndən? Bu günlərimi sən namusdan, qeyrətdən danışa bilməzsən. Hamınızın, mən müğənniyəm, mənim hər şeyim ortadadır. Əyrim də, pisim də, düzüm də, yaxşım da, hamının gözün qabağı. Amma siz malalamısınız. İndi siz namusda, qeyrətli adamlarsınız. Çıxmışsınız ortalığa, cəmaatın həyatını müzakirə edirsiniz. Cəmaatdan danışırsınız. Sənin haqqın yoxdur danışmağa. Çünki sənin həyatın keçmişi xarabdır. Minmisən bir dənə kişiyə özünə cehiz aldırmısan qız adından. Nədən danışırsan?